Ümumiyyətlə sizə bir söz deyim. Bax, buna sabahdan belə yanaşın mümkünsə. İnsanlar hansı səbəblə bir yerdədirsə, bilin ki, sevgi ilə imtihan olunurlar. İstənilən səbəblə 5-10 nəfər bir yerdədir. İş yerləri birdir, bilmirəm. Yaxud da nə deyim sizə, dərs mühitidir bu. Bir yerdə oxuyurlar. Ya ictimai fəaliyyətdədirlər, ya məsciddədirlər. Adamlar ki, toplandı bir yerə, nə səbəbdən, ziyarət səfərinə gedirlər. Bilin ki, məhəbbət imtihanı üçün Allah yığıb ki, görsün kim kimi daha çox sevəcək ya yox. Belə baxmısınız həyata. Qonşular bir evdə yaşayır, toplumdur da bu da. Toplumdur, məqsəd Allahın imtihan eləməsidir. Görək burada kim daha fədakardır qonşular arasında. Biz deyirik, yox, biz yaşayırıq özümüz üçün. Qonşu orada, mən burada. Yox, Allah özü yığıb bu adamları bir yerə. İmtihan eləsin, görsün ki, bu qonşular içində kim o birisini daha çox sevir. Qabaq bir evdəki kimi yaşayırdılar. İndi görsən, heç kəsi tanımır. Bu böyük bir zərbədir. Cəmiyyətdə, belə cəmiyyətdə boğulur adam, yaşamaq istəmir. Yaşamaq olmur.